Bir sıra yarmarkaları sizə təqdim edirik. Biri elə Nizami küçəsində yerləşir. Soyuq əllər, isti ürək və eyni zamanda dəniz kənarı bulvarda da yeni il yarmarkası keçirir ki, gedib orada rahatlıqla iştirak edəsiniz. Əslində orada yeniliklər çoxdur. Bax elə konki sürmək istəyənlər elə buz örtüyü orada hazırlanır və bütün şəhər sakinlərə təqdim olunur ki, siz də rahatlıqla gedib ab-havanı hiss edəsiniz. Bəli, yeni il yavaş-yavaş yaxınlaşır. Təxmini bir ay qalıb. Bir ay müddətində elə ölkəmiz ərazisində paytaxt Bakımızda təşkil olunan yarmarkalarda iştirak edə bilərsiniz. Şəhərimizin küçələri al-əlvan işıqlarla artıq bəzədilir və şam ağaclarının bəzədilməsini, işıqlı şam ağaclarında görürük və elə Bakı bulvarında da möhtəşəm bir yarmarka təşkil olunub ki, bu il yeniliklər də var o yarmarkada. Elə əməkdaşımız Nigar hazırda oradadır. Nigar Babayevaya bağlanırıq. Nigar, sabahınız xeyir olsun. Eşidirik sizi və elə səndən eşidək. Hansı yeniliklər var bulvar ərazisində? Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hal-hazırda biz Dəniz Kənarı Milli Parkdayıq. Bildiyiniz kimi dünən burada yarmarkanın açılış mərasimi oldu və yarmarka bu ildə yeniliklər ilə öz qonaqlarının görüşünə gəlib və keçən ilki yarmarkadan tərtibatı və yeni dizaynı ilə fərqlənir. Ancaq başqa özündə nələr ehtiva edir? Bununla bağlı ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan Dəniz Kənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva çatdıracaq. Əfsanə xanım, sabahınız xeyir. Sabahınız xeyir olsun. Sizin də qeyd elədiyiniz kimi Dəniz Kənarı Bulvar İdarəsinin bu il təşkil etdiyi yarmarka bir-birindən fərqli və yeniliklərlə dolu bir yarmarkadır. Yeniliklər ondan ibarətdir ki, burada təkcə qidalanma yox, həm də əyləncə təşkil olunub. Yarmarkanın tərtibatı, oturacaqların qurulması, dizaynı bir növ kiçik şəhərciyi xatırladır, amma yenilik bununla bitmir. Bilirsiniz ki, Dəniz Kənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkada bu il buz meydançası da var. Ünlü Studiyanın qurduğu və Nərgiz Fondunun təşkilatçılığı ilə ərsəyə gələn buz meydançası 750 kvadrat metr bir sahəni əhatə eləyir. Müasir və təhlükəsizlik standartlarına tam uyğun şəkildə tərtib olunub. Bu da ziyarətçilər üçün rahat konki sürmə imkanı yaradır. Təkcə peşəkar konki sürənlər yox, burada həvəskarlar da özünü sınaya bilərlər. Burada həm də öyrənmək istəyənlər üçün də şərait var. Yəni, bütünlüklə yarmarka həm yeniliklərlə doludur, həm də ziyarətçilərin Bakıya gələn, paytaxta gələn qonaqların zövqünü oxşamaq üçün bir növ balaca, kiçik bir şəhərciyi xatırladır. Əfsanə xanım, saatlarla bağlı. Bugün saat 11:00-da dediniz ki, açılacaq. Axşam neçəyədək? Hal-hazırda biz səhər saatları olduğu üçün bir qədər sükut görürük burada, amma saat 11-dən sonra fəaliyyata başlayır yarmarka və axşam saat 23-ə qədər davam edəcək. Təşəkkür edirik Əfsanə xanım. Belə, bizim hələ ki çatdırmaq istədiklərimiz bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Nigar, çox sağ ol və elə gördüyünüz kimi, bax elə buz örtüyü var ki, siz elə gedib oradan istifadə edə bilərsiniz, hörmətli telesəyər tamaşaçıları.